Salam əziz və dəyərli dostlar. Bugün mən sizinlə tarix müəllimlərinin sertifikasiya imtahanı düşmüş növbəti bir test nümunəsinə baxacağım. Və gəlin vaxt itirmədən keçək testimizin izahına. Deməli, xəritədə qeyd olunur ki, ərazini müəyyən edin. 16-cı yüzilliyin sonlarında hakimiyyətə yeni sülalə gəlmişdi. İlk öncə biz bilməliyik ki, 16-cı yüzillik neçənci illəri aid edir. 1501-ci ildən başlayır 16-cı əsr, 1600-cü ilə qədər davam edir. İkinci punktda baxarıq. Osmanlı dövləti ilə birlikdə İspan donanmasını məğlubiyyətə uğratmışdı. Baxın, 16-cı yüzillikdə hakimiyyətə gəlibdir Fransada Burbonlar sülaləsi 1594-cü ildən 1792-ci ilə kimi. İkinci, Osmanlı dövləti ilə birlikdə İspan donanmasını məğlubiyyətə uğratmışdı. Bu da bilirik ki, Fransadır. Deməli, burada xəritədə Fransanı tapsaq, 4 Fransanın ərazisidir, yeridir. Və varianta gəldikdə isə doğru variant C variantı 4, yəni Fransa hesab olunur.